İmişli rayonunda birini ölümcül, dördünü yerinde öldüren, 4 nəfər məktəblini yerində öldüren, birini de ölümcül hala salan, yani 5 uşağı. Kərəcov, Xanbaba, Əlbaba oğlu. Yalan deyirlər, sizi alladırlar vəzifədən getdi, nə bilim, nazirəl qoydu, cəzalanacaq. Yalan deyirlər. O adam orada sıravi polis idi, serjant, onu göndərdilər Qusara, Quba Qusar, Opşu, Trasa, inspektor qoydular. Bu xalqı kim daha çok kırırsa ona daha çok vəzifə verirlər. İndi bildiniz mi? Mən bir polisdən öyrənmişəm. Hər iki polis, Quba və Qusar polis şöbələrindən öyrənmişəm. Həmən orada əxini söydü. Əxini bacısının yanında əxi ilə mübahisə edib silməlisən bu qaba. Evet, yanında civi gəzdirə bilirsən, utanırsan, hələ gəl o qaba silginə. 02 testi götürürlər, narkotik pozitiv ya negativ, yəni narkotik istifadə edən deyə yox. Orada dalaşıblar. Hər nəysə, bu şöbəyə düşüb 1400 verməliymiş. 1000-ini verib 400-ünü deyib verəcəm. Sonra yenə söyəndə əxi gəlib deyib, buna 23 dənə belə soxubdu. 23 dənə belə soxubdu. Bir dənə buradan xıx eləyib, bir dənə dilini çıxardıb xıx eləyib. Şeyini dibindən xıx eləyib. Təkcə dalına 19 dənə vurulubdu, dalına. Bir dənə radnoy deşiyi var, anos dəliyi, 19 dənə də deşiyi açıblar. Bax ha, Allah var Allah. İlham Əliyev nə qədər uğraş olsa da, onun polisləri nə qədər uğraş olsa da, Vilayət Elbazov, Allah cəzasını verir artıq. Xalqınız nə qədər sındırılmış olsa da, əgər qazıblar hamısı kürə töyməsə də, o iş biraz ləngisə də, Allah var bə. Gördünüz mü? Dil yoxdur, şey yoxdur. Şilan qoyurlar, şeyini yerine şilan qoyurlar, pis eləməyə. Həmən o serjant polis var idi ha. İmişlidə xalqın balalarını öldürdü, 5'ini vurdu. Bu yanda da ləzgiləri söydü ha. Təsəvvür edin, 6 dənə obyekti var imiş. Morkalar deyil, mağazinlər deyil, stalovalar deyil. 6 obyekti var imiş. Serjant da, serjant da. İndi 6 obyektin yəqin ki, bunun obyekti 16 dənə idi, Allah bilir, 15 dənə idi. İkisini üçünü satdı, Vilayət Eyvazova verdi. Sonra İmişlidən pedagog gəldi, Qubaya Qusara. Daha demir ki, İmişli də öyle, ora lensçilərdir. Adamın şeyini dibindən kəsdi.